Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün toyuqlarda, hündüşkalarda gənə, bit, belə deyək də, olanda onları necə müalicə etmək lazımdır, o haqda danışıb məlumat vermək istərdim. Yəni, yaxşı müalicə etmək üçün, yəni bir çox indi müəyyən dərmanlar edir, ancaq xeyri olmur. O haqda yəni geniş video çəkib paylaşmaq istərdim. Hansı dərmanları edəsiz ki, yaxşı effekt versin. Və əziz izləyici, video keçməmişdən öncə artıq dərəcədə xahiş edərdim ki, əgər kanalımıza abunə deyilsinizsə abunə olun, videolarımıza da like qoyun. Çünki baxıram çoxunuz baxsız, ancaq like az qoysun. Mən də hər dəfə deyirəm, yenə də bir çoxuna xeyri yoxdur. Yəni like qoymurlar. Artıq dərəcədə sizdən xahiş edərdim ki, baxsızsa like qoyun. Qoy videolarımız inkişaf eləsin. İndi əziz izləyicilər, keçəyin bitə, gənəyə. Yəni bir çoxunun damında, hətta damında belə gənə, bit olur. O da toyuqlara keçir və toyuqlara da keçdi. Bu bir çox fəsadlar verir, yəni ziyan olur toyuqlara. Həmçinin cücələri zadda qıra bilər o gənə. İndi mən bu haqda danışacağam. Yəni toyuqlara keçdi, yumurtamağına zada o gənə qanını soyurur, pizzat, yəni belə deyək də, yumurtamağına zada ziyan olur. Yəni yumurtadan kəsilirlər, ondan sonra inkişaf az gedir, yəni zəifləyirlər toyuqlar, həmçinin cücələri qıra bilər bu gənə zat. Yəni bunlar baş verdisə sizin damda, yəni hininizdə belə deyək, ondan sonra toyuqlarınızın özündə bunları necə müalicə etmək lazımdır? Mən dəfələrlə demişəm əziz izləyicilər, bitin bir nömrəli dərmanı küldür. Yəni hətta belə deyək, keçmişdə nənələrimiz, babalarımız deyirdi ki, küldə eşələnən toyuqda bit gənə olmaz. Külü də mən həmişə demişəm ki, indi bəzi kül zat tapa bilmir, yəni odun zat, çırpı zat yandırıb, onu yığıb şey deyə bilmir, yəni vaxtı getməsin deyə. Novruz bayramlarında küçələrdə tonqallar yandırırlar. Tonqal söndü, səhərsi durub onu meşoxlara yığıb, vedralda yığıb saxlaya bilərsiniz. Və belə deyək, o pit zat şey oldu, yəni gözünüzə dəydi damda, ondan sonra toyuqda, zatda, cücədə. Bunu o külü götürüb dama tökə bilərsiniz. Sonra bax görürsünüz, toyuqlar yerdə eşələnir. Toyuqlar hansı yerdə eşələnirsə ora tökə bilərsiniz və gedib özləri bax beləcə görürsünüz də necə eşələnirlər. Elə eşələnib öz pitləri küllənəcəklər və küldən də pitləri, gənələri töküləcəkdir. Yəni bu kül bir nömrəli bitin, gənənin belə deyək də xeyri şeydir də, yəni tökür, toyuğa çox xeyri olur. Yəni külü bəxt dediyim kimi Novruzda, bayramda zaten tonqal zat yanandan sonra sabahsı gedib onu yığıb, o kim ki toyuq saxlayır, onu elə saxlaya bilər. Həm dama tökə bilər, yəni damda bütün belə deyim pitləri, gənələri yığacaqdır. Həm də bax belə yerlərə səpə bilərsiniz, orada toyuqlar beləcə eşələnsin və pitlərini, gənələrini töksünlər. Ondan sonra əziz izləyicilər, digər dərmanlar var. Toyuğun pitini, gənəsini tökür. Bars var, o itə pişiyə vururlar. O zoomagazinlərdə satır 5-6 maddə, o da yaxşı piti, gənəni tökür. Ancaq damda varsa, indi deyəcəm damı necə təmizləmək olar axırda. Damda varsa onu eləyəcəksiniz, düzdür, toyuqdan bir müddət gedəcəkdir, sonra yenə olacaqdır. Ona görə damı sonda deyəcəm necə təmizləmək lazımdır. Ancaq toyuqda, bəli, toyuqda, hündüşkada onu barsı alıb, misal üçün quyruğunun üstünə fıskırda bilərsiniz. Bir də əziz izləyicə qənədinin altına fıskırdısınız və o bütün təmiz pitlərini, gənələrini toyuqların tökür. Bir də əziz izləyicilər, mən Baytarlıq aptekindən almışdım belə pəmbəyi rəhdə, rozu rəhdə dərmandır.
dəqiq adını bilmirəm. 2 dəfə aldım, o vaxtlar almışdım. Elə bir it saxladım. Bir itdə vardı, bir də toyuqlarda. Mən həmişə vururdum. İnandırım sizə çox gözəl tökdü. Belə un kimi dərmandı, toz kimi də belə deyək. Şey deyirsən, necə deyim, rəngi də belə rozvaya çalır. Onu alsan belə sürtsən itə pişiyə də o yaxşıdır. Ondan sonra toyuğun bütün qənədinin altına, quyruğun üstünə zada belə da elə bir quyruğun o aşağı hissəsinə zada eləyirsən, qıçaların arasına zada but hissəsinə. İnandırım sizə o qədər gözəl tökür. Yəni bax o da yaxşıdır. Düzdür. Mən çoxdan da kül nə deyirəm, ondan vermir, yəni töhmürəm, almıram. Amma o da çox yaxşıdır. Əgər kül tapanmasaz, baş tapanmasaz ondan istifadə edə bilərsiniz. Və əziz izləyicilər, bəx qeyd elədiyim kimi, əgər damda bit, gənə zat varsa, bu belə deyərdim, tarlarına zada keçəcəkdir. Yəni bütün damı necə təmizləmək lazımdır? Damı əziz izləyicilər yaxşı süpürürsüz, aşağı bir hissəsi elə bir nəcisin zadı yığırsınız, bir hissə torpağını belə deyək lapatqanla götürürsünüz, qazıtlayırsınız, yığırsınız, təmizləyirsiniz və başlayırsınız bütün dama kül töhməyə, tarlarını götürürsünüz, belə deyim, neftlə, nöğütlə, zatla yaxşı yumağa, silməyə, biraz qazıtlayırsınız, eləyirsiniz, o nədizləri zadı gedir və başlayırsınız neftlə, zatla onu yaxşı silməyə. Divarlarına da isə o fıskırdanlar olur, onun içinə nefti tökür, nöğüdü tökür və bütün kerasini də belə deyək, bütün hər yerinə şey eləyirsiniz, necə deyim, səpsiz. Və inandırım ki, bu bütün bitləri, gənələri götürəcəkdir, yığacaqdır. Bax, belə edirsiniz. Yəni, kül səpsiz dama, həmçin toyuq zat küldə eşələnəndə də, damda da eşələnə bilərlər. Yaxşıdır, həm toyuqların bütün gənəsini, bitini tökəcəkdir, həm də ki, damı təmizləyir. O tarlarını zadı da, divarı zadı da kerasinlə yuyursuz, eləyirsiniz, yəni fıskırdısınız, o taxtalarını zadı kerasinlə yuyursuz. Əgər taxta varsa, əziz izləyicilər, tarda, o tarlarını dəyişə bilərsiniz, əgər gənə bit varsa. Çünki o müəyyən toyuqlarda, ayaqlarında da oldu. Bax, o da bitin bir növüdür. Ona da kerasin zat vururlar, eləyirlər, o aparır. Və o tardan zatdan, yəni dam kirli zad olanda toyuqlarda o xəstəliklər baş verir. Ona görə onu təmizləyirsiniz. Hətta şeydən, onun adı nə idi? O bitdən zatdan təmizləyib və o net şey zadı vurursunuz. Onun adına kerasin zadı vurursunuz. Və həmçinin də yenə deyirəm, külü tökürsünüz. Tökürsünüz, o bütün şeyləri bitləri zadı damdan çox gözəl təmizləyir. Onun iyini, belə deyək, bu birələr, cənələr bitlər götürə bilmir. Ona görə o kül bir nömrəli bitin, gənənin dərmanıdır. İndi sizdə də o şey yoxdursa, belə deyəm, o külü tonqal vaxtı, Novruz bayımda tonqalda zətdə yığmayıbsızsa, nə edirsiniz? Həyətdə bir ocaq qalırsınız, içinə odun xüsusən. Tonqalda şey zatda qoyurlar, onun adı nə idi? Təkər zat. Elə yox. Ancaq ağac külü olan tonqallardan siz onu götürürsünüz. Həyətdə də özünüz qalayıb və həmən külü götürüb, bax belə görürsünüz də toyuqlar eşələnir. Elə yerlərə tökə bilərsiniz ki, eşələnsin, bir də damın hər yerinə səpsiz ki, belə deyim, o bütün oranı şey eləyir də, yəni təmizləyir bitdən, gənədən, birədən təmizləyir və özünüz də nəticəsini görəcəksiniz ki, necə təmizlədi və toyuqlarınız bitini, gənəsini tökdü və özlərinə gələcəkdir. Yəni, bax, belə eləyin. Kül bir nömrəli bitin, gənənin dərmanıdır. Bax, belə əziz izləyicilər, bugün də istədim bir balaca bu haqda danışan məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanallarımıza, Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Təbii ki, istəsəz kənd yeri, yemək mətbəx, yeməklə olan kanalımıza da abunə olarsınız. Yəni, kənddə çəkilişlərimiz, kənd yeri kanalı bizimdir. Abunə olub izləyə bilərsiniz.
və like qoyun. Belə, hər kəsə təşəkkürlər. Sağ olun əziz izləyicilər, salamat qalın və gələn videolarda gözəl mövzularla sizin görüşünüzə gələcəyim. Sağ olun, salamat qalın.